Salam hacı, sübh namazının qəzası yoxdurmu? Bəzi insanlar deyir, o bir namazların qəzası var, sübh namazının qəzası yoxdur. Xahiş edirəm, cavablandırırdınız. Əvvəlcədən çox sağ olun. Aleyküm salam. Bütün namazların qəzası var. Bir şey ki, Allah vacib buyurubsa, ona görə mütləq yerinə yetirəsən. Namaz insanın Allahın qarşısında olan bəndəçilik borcudur və gündəlikdə bunu yerinə yetirməlidir. Allah da ələlxüsus sübh namazı haqqında Quran-ı Kərimdə təkidlə buyurur. İsra surəsinin 78-ci ayəsində deyir ki, sübh namazını qılın. Bu namaz bir çox mələklər və insanlar tərəfindən müşahidə olunur. Bəzi insanlar ki, bu fikirdədirlər, yəni sübh namazının qəzası yoxdur. Çox insanlar da onların sözünə etina edirlər və hətta arxayın olurlar ki, da bu namazın qəzası yoxdur, qılmayaq da bunu. Həmin o namazda qalır onların boynunda və həmin insanların da sözünə ki, etina ediblər, onun da haqqı qalır həmin insanların boynunda. Ona görə bütün namazların qəzası var və insan birinci çalışmalıdır, namazını qəza etməməlidir. Amma qəza edirsə də mütləq şəkildə onun qəzasını qılmalıdır. Və kimsə desə ki, yox, bu Quran-ı Kərimdə yoxdur. Əgər Quran-ı Kərimdə bu barədə bir şey yoxdursa, onda Quran-ı Kərimdə o qədər əməl elədiyimiz məsələn digər namazlar, nə onların qılınma qaydaları var, nə digər məsəl üçün namazın rükətlərin sayı var və digər şeylər yoxdur. Əgər hər şey Quran-ı Kərimdə olsaydı, onda Allahın elmi məhdud olardı və yenə gələcəklər bilən filosoflar töküləcək bura. Yox, sən inkar edirsən, nə bilim, nə edirsən. Əgər varsa, mənə Quran-ı Kərimdən göstərdilər həccin əməllərini, namazın qaydalarını. Mən dedim ki, həqiqətən bunlar Quran-ı Kərimə istinadən bunu eləyirlər. Yox, əgər yenə inkar edirlər, hamı iddia edir ki, Quran-ı Kərimin Ələq surəsinin birinci ayəsi, yəni nazil olan birinci ayə Ələq surəsidir. Və onu da Quran-ı Kərimdə göstərsinlər ki, həqiqətən birinci bu nazil olub və mən də onlarla razılaşaram.